Salam əziz şagirdlər, bugün sahə məsələsinə baxırıq. ABC-də düzbucaqlısının sahəsini tapın. Gördüyümüz kimi düzbucaqlının hər tərəf üçün bir ifadə verirlər bizə və biz bilirik ki, düzbucaqlının qarşı tərəfləri bir-birinə bərabərdir. Yəni, AD və BC tərəfi, AB və CD tərəfi bir-birinə bərabərdir. Bu zaman 2y çıxılsın 5-i, yəni AB tərəfini bərabər edirəm CD tərəfinə, yəni 3y çıxılsın 12-yə. Tənliyimizi həll edirik. 3y bərabərliyin sol tərəfinə keçirirəm. 2y çıxılsın 3y bərabərdir. Mənfi 5-i isə sağ tərəfə keçirik. Olacaq müsbət 5 çıxılsın 12. 2y çıxılsın 3y mənfi y bərabərdir. Mənfi 7. Hər tərəfi mənfiyə vursaq, y 7 tapmış oluruq. Daha sonra AD və BC tərəflərini bərabərləşdirək. 5x üzərinə gəlirsin 2 bərabərdir. 7x çıxılsın 6. 7x'i sol tərəfə keçirəcəyik. 5x çıxılsın 7x bərabərdir. 2-ni sağ tərəfə keçirəcəyik. Mənfi 2 çıxılsın 6. 5x çıxılsın 7x mənfi 2x. Mənfi 2 çıxılsın 6 mənfi 8. Mənfi 8-i mənfi 2-yə böləndə cavabı 4 tapmış olur. Daha sonra aldığımız x və y qiymətlərini yerinə qoyacağıq. Yeni bir düzbucaqlığımızı çəkək. 4'ü yerinə qoysaq, məsəl üçün 5 vur 4, üzərinə gəlirsin 2. 22 bizim uzunluğumuz olacaq. Eni tapmaq üçün də 7'ni yerinə qoyacaq. 2 vur 7, 14, 14 çıx 5, 9. Daha sonra düzbucaqlığın sadə düsturu S bərabərdir. A vur B düsturundan istifadə edərək 22'ni vururuq 9'a bərabərdir 198.